Salam hörmətli izləyicilər, Lektor podkastı ilə qarşınızdayıq. Bugünkü qonağımız həm bakalavr, həm də magistratura səviyyəsində təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başa vurmuş uğurlu məzunlarımızdan biridir. Xoş gəlmisiniz Salih bəy. Xoş gördük. Salih bəy, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin neft-qaz mühəndisliyi ixtisasına qəbul oldunuz. Bu qərarı verməyinizdə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçməyinizdə səbəblər nələrdir? Nəyə görə məhz bu ixtisası seçdiniz? Uşaqlıqdan texniki sahəyə marağım olub, amma düzün desək 15-16 yaşlarında belə bir hansı sahədə olacağımı qərar vermək biraz tam dəqiq demək olmurdu. Amma ki, həmin dövrdə biraz dövrün ruhu da neftin ən pik dövrünə əlaqədar idi. Yadınızdadırsa, həmin 2009-cu il müstəqillik əldə olunandan sonra Azərbaycanda neft hasilatı ən pik həddə olmuşdu. Hardasa 50 milyon ton, təxmini 350 milyon barel neft deməkdir, kondensat karbohidrogenlərlə birgə. Bu da avtomatik olaraq məndə həm düşündüm ki, gələcək baxımından perspektivli olacaq bir sahədir, həm iş tapmağımda, həm karyera inkişafımda. Bu səbəbdən məhz bu neft sənayesinə yönəldim. Universitet olaraq da tarixinə görə bələd olduğum, bildiyim Azərbaycan Dövlət Neft və Sənaye Universitetini seçdim və bura təhsil aldım. Bakalavr səviyyəsində təhsil alarkən qazandığınız bilik və təcrübələr peşəkar həyatınızda sizə necə kömək oldu, nə qazandırdı? Bakalavr dövrü daha çox dərslərimi oxumaqla ibarət olub, yəni sırf nəzəri bilikləri inkişaf etdirməklə, çox da istehsalat sahəsində olmamışdım və bir növ təzyiqlər haqqında, lay təzyiqini, quyunun dizaynı, hasilatın hesablanması, bu kimi nəzəri hissələrini möhkəmləndirmişdim. Artıq istehsalat sahəsinə gedəndə bir növ təməl biliklərini hazırlamışdım özüm üçün. Artıq istehsalat sahəsində müəyyən qədər biliklərim var idi. İstehsalatdan danışdıq. Ümumiyyətlə bu sahəni seçərkən tələbələr hansı məqamlara diqqət eləməlidirlər? Neft-qaz mühəndisi olmaq istəyən şəxslər. Çünki bir məktəbli üçün o qədər də aydın deyil. Bəli, perspektivli sahədir, maraqlı karyera imkanları var, gələcəyi var, amma tələbə bu sahəni seçərkən hansı meyarlara əsasən qərar verməlidir ki, mən məhz neft-qaz sahəsində təhsil almalıyam? Burada biraz belə bir fikir deyim ki, həm bir növ paradoks kimi olur ki, neft qiymətləri, əgər fikir vermirsinizsə, neft qiymətləri enəndə bərpa olunan enerji sahəsinə çox da maraq olmur. Yəni ki, dünyada istər hökumətlərin olsun, bizneslərin olsun, insanlara maraq olmur və neft qiymətləri aşağı indiyi halda ənənəvi enerji üstünlüyü verilir deyə bərpa olunan enerji sahəsi maraqdan qıraqda qalır. Lakin neft qiymətləri yüksələndə bu bir növ bərpa olunan enerji daha cazibədar görünür hökumətlər üçün, biznes sahibləri üçün. Bu baxımdan deyərdim ki, yəni həm bərpa olunan enerji sahəsinin gələcəkdə perspektivliliyi var, bir müddət olaraq həm də ki, neft sənayesinin özünün. Neft sənayesi də hal-hazırda Azərbaycanda sabit hasilat davam eləyir. Bu baxımdan hər birində uğurlu olacaqlarına əminəm. Tələbə həyatından danışaq bir qədər. Texniki sahədə təhsil alan bir tələbə kimi sosial bacarıqlarınızın, yumşaq bacarıqlarınızın inkişafı üçün hansı fəaliyyətlərə yönəldirdiniz? Ümumiyyətlə, tələbə həyatını daha fəal şəkildə keçirmək istəyənlərə nə məsləhət görərdiniz? Mən özüm 2012-2016-cı ildə bakalavr təhsil alırdım. Magistr təhsilim biraz fasilə vermişdim təhsil almaqda aralarında. Amma bakalavr dövrü oxuyanda hazırki olduğu qədər bu neft sənayesi təşkilatları az idi, gənclər təşkilatları o qədər çox deyildi. Ümumiyyətlə demək olar ki, bir çox qoşula bilmirdim bu tip təşkilatlara, bu tip field triplər bu qədər çox keçirilmirdi. Amma bu günləri mən baxdıqda görürəm ki, daha böyük bir şanslar var bununla bağlı. Bu da səbəb nədir? Sən istehsalat sahəsinə getdikdə artıq universitetdə oxuduğun sırf nəzəri biliklərdir, amma istehsalat sahəsində olduğun dövrdə birbaşa olaraq nə istədiyi və hansı sahəni sevə bilərsən, orada davam edə bilərsəni açıq-aydın görmək mümkün olur. Yəni, ən azından özün üçün bilə bilirsən. Magistratura təhsilinizdən gəlin bir qədər danışaq. Bir çox tələbələr bakalavr səviyyəsini bitirən kimi magistraturaya hazırlaşırlar və belə deyək də biliklər hələ yeni ikən istəyirlər davam eləsinlər təhsillərini, amma siz bir xeyli müddət ara verdiniz və bu müddəti karyera inkişafına həsr elədiniz. İstəyərdim bir qədər bundan danışasınız. Magistratura səviyyəsinə başlamadan öncə müəyyən qədər fasilə verib karyeraya və təcrübəyə fokuslanmaq nə qazandırır? Bakalavr dövrü sırf nəzəri biliklərimi artırırdım, amma magistr oxuduqda
universitetdə magistr tələbələri üçün belə bir şans yaradılmışdı ki, axşam saatlarında, yəni gündüz işləyəndən sonra axşam saatlarında təhsillərini davam etdirə bilsinlər. Bu nöqteyi nəzərdən mən elə bir işdən səhər gün ərzində əməliyyatlarda iştirak edirdim, istehsalat sahəsində. Axşam həmən bəzən olurdu ki, geoloji və texniki mürəkkəbləşmələr olurdu. Həmin geoloji və texnoloji mürəkkəbləşmələri bəzən işdən sonra axşam universitetə gəldikdə universitet müəllim, professor heyəti ilə özüm yaxınlaşaraq onlarla müzakirələr eləyirdi. Hətta həmən müzakirədən çıxartdığımız nəticələri növbəti gün iş sahəsində təklif olaraq verirdim. Düz qeyd elədiniz. Əslində magistraturaya bir qədər fasilədən sonra davam eləmək, öyrənməyi dayandırmaq demək deyil. Çünki bu müddət ərzində siz öyrənmisiniz. Müxtəlif sahələrdə çalışmısınız, peşəkar tərəfinizi inkişaf etdirmisiniz və öyrənmisiniz. Bəs magistratura səviyyəsində yenidən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində davam eləməyə qərar verdiniz. Bir qədər bundan da danışaq. Bu təhsil sizə nə qazandırdı və nəyə görə yenidən eyni universitetdə düşündünüz ki, burada davam eləməliyəm? Ümumilikdə bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində başlamışam. Bu özü mənim peşəkar karyeramın təməlinin qoyulmağı, ilkin mərhələsinin başlanğıcı məhz buradan olub və iş sahəmdə, karyeramda əldə edə biləcəyim, deyərdim ki, nailiyyət olsun, inkişafların hər birini öz universitetimə borcluyam və yenidən magistr təhsilimi də burada aldım. Həm də əlavə olaraq magistr dövründə həm iş sahəsi, həm də ki, nəzəriyyə birgə olduqda daha məsələn tək istehsalat sahəsində olmursan. Yəni günün məhsullar keçdiyini görürdüm. Bu özü mənə ayrı bir rahatlıq, xoşbəxtlik verirdi. Bakalavr səviyyəsində təhsil aldınız. 4 il part arxasında tələbə kimi əyləşəndən sonra birbaşa istehsalat sahəsinə getdiniz və bu bir qədər bir gənc üçün həqiqətən də çətin bir təcrübədir. Bu adaptasiya prosesi sizin üçün necə oldu? İş təcrübəm həm quyuların əsaslı və yeraltı tamir sahəsində işlədim, həm qazma sahəsində, həm mədən sahəsində işləmişəm. Bunları da ki, ilk öncə qazmaçı köməkçisi, qazmaçı kimi, daha sonra buruq ustası kimi, sonra mədən sahəsində işləyərək və hal-hazırda da Sokarda Sənaye Təhlükəsizliyi İdarəsində böyük mühəndis kimi çalışıram. Əslində bunların hər birini mərhələli şəkildə elədim. Mərhələli nəyə görə? Belə deyim, qazmaçı olduğum dövrdə bir növ o sahədə işləyənlər bilirlər ki, o sahədə insan ən çox əməyin bir növ dəyərini öyrənmiş olur. Artıq buruq ustası olanda komandanı düzgün idarə eləməyi mənimsəyirsən. Artıq mədən sahəsində, neft qaçarma sahəsində onda artıq tabelində böyük bir sahə olur. Həmin sahədə həm təmirdə olan buruqlara nəzarət eləyirsən, həm texnikanı idarə eləyirsən, sahəndə keçən neft kollektor xəttlərinə nəzarət eləyirsən. Yaxın məsafədə yaxud uzaq məsafədə gözlə görünə bilməyən aralıda yerləşən quyuların hər birini gündəlik texniki baxış keçirməlisən, nəzarət ölçü cihazlarına nəzarət etməlisən deyə bu baxımdan artıq bir növ komandanı idarə etmək bacarıqlarını formalaşdırdı. Hazırda Sokarda quyulara nəzarət üzrə böyük mütəxəssis kimi çalışırsınız və bir qədər bununla bağlı istəyərdim məlumat verəsiniz. Belə deyək, işiniz nədən ibarətdir, fəaliyyətiniz nədən ibarətdir və sırf bu sahədə çalışmaq istəyən digər tələbələrə, gələcəyin mühəndislərinə hansı istiqamətdə özlərini daha çox inkişaf etdirməyə məsləhət görərdiniz? Bəli, hal-hazırda Sokarda Sənaye Təhlükəsizliyi İdarəsində böyük mühəndis kimi çalışıram. Lakin biraz öncə dediyim kimi də bundan qabaq əsaslı təmir, qazma və hasilat sahələrində çalışmışam və bu mərhələyə də gəlib çıxmağım üçün məhz bu 3 ayrı fərqli sahəni təcrübə əldə eləməyim burada mənə həm bir növ dəstək olur. Çünki bu günləri biz həm böyük mühəndis olaraq quyulara nəzarət üzrə həm quyuların təmiri sahəsini, həm qazma sahəsini, həm də ki hasilat sahəsindən orada həm yoxlamalar, həm nəzarət eləməyimiz baxımından artıq təcrübəli olduğumuz üçün daha optimal qərarlar vermiş oluruq. Bir növdə buradakı işimiz 2 hissəyə bölünür. Həm istismar sahəsinə bölünür ki, hasilatı sabit saxlamaq. Bir də var ki, həm də təhlükəsizlik qaydalarına riayət etmək. İstismar sahəsindən və təhlükəsizlik qaydalarına riayət etməkdən ibarət olur. Burada biz bir növ fontan hallarının qarşısını almaq üçün profilaktik işlərin görülməsi, neft qaçarma sənayesinə təhlükəsizlik qaydaları, protokollarına riayəti, daha sonra hasilatın sabit saxlanılması, atkiyə qarşı avadanlıqlar dəstəsinin yaxud quyaqza avadanlıqların sınağının keçirilməsi, bu kimi işləri həyata keçiririk. Necə düşünürsünüz? Neft-qaz sahəsində daha çox müasir dövrdə texnologiya yoxsa insan faktoru daha önəmlidir? Texnologiya vacibdir, köməkçidir, belə deyək. Texnologiyasız təsəvvür eləmək olmur. Amma hər bir işin
mərkəzində düşünürəm ki, insan faktoru dayanır. 2021-ci ildə Respublikanın neft-qaz çıxarma sahəsində xüsusi xidmətlərə görə fəxri fərmana layiq görülmüsünüz. Bununla bağlı təəssüratlarınız nələrdir? Bu sizə nə qazandırdı? Əslində bunu erkən yaşlarda deyərdim ki, istehsalatın təzə illərinə başlamışdım. Bu dövrdə şirkət bir gənc mütəxəssis olaraq mənə təklif etmişdi. Bunu uğur daha doğrusu deməzdim buna. Bunu bir növ öhdəlik kimi qəbul etmişdim özümə. Və nailiyyət olaraq isə həm işlədiyim departamentin, həm məni universitetdə bu sahəni tədris edən müəllimlərin, oxuduğum universitetin şirkət tərəfindən qiymətləndirilməyi kimi deyərdim bunu. Və bir də əlavə eləmək istəyərdim. Akademik Azad Mirzəcanzadənin çox sevdiyim bir ifadəsi var ki, hansı ki, Azərbaycanın heç birimizə borcu yoxdur. Biz hamımız Azərbaycana borcluyuq. Bir növdə belə deyərdim ki, mən bu nailiyyəti almaqla Azərbaycana olan borcumu biraz daha da yaxşı, daha da güclü eləməyə çalışmışam bundan sonra, həmin ehtimalı gördükdən sonra. Uğurlar sizə gələcək fəaliyyətinizdə. Bəs necə düşünürsünüz? Ümumiyyətlə sahə təcrübəsimi daha vacibdir, yoxsa akademik bilik yaxşı mühəndis olmaq üçün? Bunların hər ikisi vacibdir, yəni bunlar bir-birini tamamlayırlar. Yəni istehsalat sahəsində şəxsi təcrübəmə görə deyirəm, bir-birini tamamlayırlar. Amma bunların önündə ən birinci gələn mənə görə məsuliyyətli olmaqdır. Yəni məsuliyyətli olmaq və bu hər ikisi olmalı. Çünki bu hər ikisindən biri texniki bilik yaxud nəzəri bilik. Bunların biri olmadıqda istehsalat sahəsində həmin mütəxəssisin axsadığını müşahidə etmək olur. Bəs ümumiyyətlə sahə təcrübəsi ilə ofis işini biz bir-biri ilə müqayisə eləsək, hansı sizə daha belə deyək, daha çətin gəlir, daha çox öz üzərində işləmək tələb olunur? Necə düşünürsünüz? Və bir çox əslində tələbələr, gənclər də istehsalatda çalışmaqla bağlı tərəddüdləri, qorxuları ola bilər. Çünki həqiqətən də kənardan adama çox anlaşılmaz və çətin gələ bilər. Məsləhətləriniz nələrdir onlara? Karyeramın böyük bir qismini istehsalat sahəsində keçirən biri kimi deyə bilərəm ki, neft sənayesi ağır istehsalat gedir. Burada daha çox təcrübələri, biliyi məhz praktiki tərəfdən bildirmək istəyirəm. Sırf sahələrdə öyrənmiş olursan, sahə asan bir yer deyil. Yəni bunu istehsalat sahəsində işləyən hər kəs bilir. Bir aksiomadır ki, çətinlik orada olur. Sadəcə bir növ həmin sahəyə öz peşə və sevgin olmalıdır ki, o sevgi səni çətinliyə qarşı sinə gəlməyə kömək eləsin. Müdrik insanlardan biz əslində bunu çox tez-tez eşidirik, sevdiyin peşəni seçməklə bağlı. Çünki belə olan halda iş özü zövqlü bir prosesə çevrilir və heç bir əziyyət gözümüzə böyük bir əziyyət kimi görünmür. Bəs gələcək planlarınız nədən ibarətdir? Daha çox özünüzü bir menecer kimi, supervisor kimi görürsünüz, istehsalatda görürsünüz, bəlkə akademik sahədə. Ümumiyyətlə gələcək planlarınızdan bir qədər danışaq istəyərdim. Əslində hasilat sahəsində, qazma sahəsində işləmişəm. Daha çox özümü gələcək üçün bir növ menecment sahəsinin istiqamətində görürəm. Son olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, eyni zamanda tələbə olmaq istəyən gənclər üçün məsləhətləriniz nələrdir? Hansı sahələrdə özlərini daha çox inkişaf etdirməlidirlər və nələrə diqqət etməlidirlər? Ümumilikdə bir söz deyim ki, tövsiyə olaraq bildirərdim ki, ümumiyyətlə səhv eləməklər olur. Yəni istehsalat sahəsi də orada mümkün olur. Səhv qorxulu bir şey deyil, yəni. Amma qorxulu olan daha çox məsuliyyətsizlikdir. Bundan uzaq olsunlar. Amma səhv elə bir şey düzdür, məyus eləyir. Lakin bir növ qorxulu bir proses deyildi. İstehsalat sahəsində çətinlikdir. Orada çətinliksiz demək olar qeyri-mümkündür təsəvvür eləmək. Amma bir də var ki, ən çətini orada geoloji yaxud texnoloji mürəkkəbləşmələr olur. Onlarla üzləşirsən. Onlar da ki, universitetdə daha belə çünki universitet ikinci dəfə qayıda bilmirsən, bakalavr təkrar ola bilmirsən. Bu dövrdə maksimum nəzəri bilimləri faydalanmaq lazımdır maksimum dərəcədə. Bəli, bu tam nəzarət biliyinizi artırmalısınız. Artıq praktiki təcrübəni onsuz sahədə işlədikcə öyrənəcəksiniz. Mütləq qeydlər aparsınlar və mütləq biliklərin onlara verildiyi o dövrdən, bakalavr səviyyəsində, magistr səviyyəsində təhsil aldıqları dövrdən maksimum dərəcədə faydalansınlar. Təşəkkür edirik bugün qonağımız olduğunuz üçün və gələcək fəaliyyətinizdə də uğurlar arzulayırıq sizə. Çox sağ olun, minnətdarım.
Əziz izləyicilər, bugünkü buraxılışımızda öyrəndik ki, mühəndislik üçün yalnız texniki biliklər deyil, həm də strateji düşünmə bacarığı önəmlidir. Qonağımız Salih Rəhmanovun hekayəsi göstərdi ki, zəhmət və əzmkarlıqla öz karyeranda ən yüksək zirvələrə də qalxmaq mümkündür. Lektor növbəti buraxılışlarla görüşünüzə gələcək. Hələlik.